Adi mis-nikel tərkibli planşetə döyülmüş və tirajı 83 milyondan çox olan belə bir Kennedy 50 senti 5000 dollara satıla bilər? Satıla bilər. Amerikada sikkələrin nadirliyi təkcə onun tirajının kiçik olması, yəni sadə dillə desək az sayda buraxılması ilə məhdudlaşmır. Burada zərbxana xətasının olması və sikkənin mükəmməl MS dərəcələrində olması da önəmli rol oynayır. Əlimdə tutduğum öz kolleksiyamdan olan nümunə MS olmasa da AU, yəni az qala dövriyyədə olmamış vəziyyətdədir. Kennedy'nin büstünün altındakı D işarəsi onun Denver zərbxanasında döyüldüyünü bildirir. Bu nümunə çox yaxşı vəziyyətdədir. Dövriyyədə çox qısa müddət olduğundan iri cızıq və ya pik nöqtələrində aşınma izləri nəzərə çarpmır. Bu sikkəni alanda plastik pəncərəli holderdə olduğundan həmin yapışqanın və ya plastikin təsirindən Kennedy'nin ətrafında belə dairəvi iz qoyub. Bu cür vəziyyətdə olan Kennedy 50 senti maksimum 1 dollara satılmaya. İndi isə keçək əsas məsələyə, dövriyyədə olmamış MS nümunələrə. MS dərəcəsi nə qədər yüksək olarsa, qiymət bir o qədər çox olur. PCGS və NGC kimi şirkətlərin qeydiyyata aldığı ən yüksək dərəcəli nümunə MS68 dərəcəsində olub və hazırda elə vəziyyətdə aşkarlanan olsa, təxmini dəyəri 11.000 dollardır. Ən bahalı nümunələrdən biri bu gözəl, sarımtıl çalarlı MS68 nümunəsi 2022-ci ildə Great Collections hərrac-evində 5400 dollara, bizim pulla 9180 manata satılıb. Sonda gəlin sizə 1973 D50 sentin çox nadir iki xətalı nümunəsini də göstərim. Bu nümunə möhtəşəm MS67 dərəcəsində olması ilə yanaşı, səhvən 1972-ci ilin fərqli nominallı sikkəsinə, yəni Washington Quarter'a 25 sentə döyülüb. Ona görə belə bir nadir sikkəni 75 sent adlandırırlar. Zərb nə qədər güclü olsa da, orijinal qəpiyin dizayn elementlərinin bir hissəsi çox yaxşı vəziyyətdə qalıb. Bu dırnaq arasında 75 sent 5760 dollara satılıb. Bu sikkə isə 2 dəfə döyülüb və ikinci döyülmə zamanı 10% mərkəzindən qaçma olduğundan Kennedy'nin belə ikiləşməsi meydana gəlib. Bu xətalı sikkə isə 4800 dollara çəkici altına gəlib. Videonu bəyənməyi unutmayın.